Necə çətin bir şey daha. Bir də qırılmış Redmi ilə video çəkəndə daha çətin olur. Çox gizli yerimizə açarı atdıq. Kimse görmeden. Kimse görmeden. Kimse görmeden. Həm kameram çox yaxından çəkir. Çöldə video çəkən insanlara hörmətim artdı, Allah haqqı. Geri zəkalı burada qırıq qılçamla yol gedə bilmirəm, Allah haqqı həyat. Çox zor. Cəmaət normal, sağlam vaxtı ilə heç bir könüllüyə getmək istəmir. Mən qırıq qılçamla 2 dənə könüllükdəyim. 2 dənəsindən də hələ müsahibə təklif gəlib. Asana atqazı elədim. Dostum zənginə belə cavab verməlidir. O tərəfdə adam varsa bu dəqiqə çox iyrənc görünür. Ay, insanlar çox qəribə baxır. Həqiqətən mən olsam mən də baxaram bu arada, amma çox uzun müddət baxmaram ən azından. Bu arada səsim gəlir. Çünki mən öz səsimi güclə eşidirəm. Ki mikrofon alacaq büdcəyə sahib deyiləm. Sosial anksiyetəmi yenməyə çalışıram bu dəqiqə. Həqiqətən yolun ortasında telefonu əlimdən o qədər uzaq tutmuşam ki, yəni düz əlimi qabağa atmışam da. Yəni 75 metrlikdən bilinir ki, bu insan video çəkir. Neyse bu insanları bir de görmeyeceğim en azından. Ayaklarım ağrıyır. İstənəmirəm ayaklarım. İnsanlar da baxır, çox da umurumda həqiqətən. Hani bu da mənim bir sosial anksiyetəmi yenməyim üçün bir yol olsun deyə düşünürəm. Nə olacaq ki? Necə deyərlər? Baxın yandan adamlar keçdi. Gələcəkdə ünlü olanda desinlər ki, mən bu qızı tanıyıram, bu qız yanından keçmişdik. Kasıbçılıq belə bir şeydir. Yəni kasıb mentaliteti belə bir şeydir uşaqlar. Çünki məsələn bu dəqiqə taksi ilə mama deyir ki, taksi vur get, ayağın qırıqdır. Ayağıma güc salma. Amma mən nə edirəm? Gedirəm metroya. Metrodan çıxıb da avtobusa minəcəm. Beləcə 10 manatım qalacaq cibimdə. Kasıb olmaq ayrı bir. Qəribə bir ləzzəti var kasıb olmağın. Məsələn qabaqdan yenə adam gəlir. Normalda mən bu telefonu nə etməliyəm? Götürməliyəm, qoymalıyım cibimə. Bu arada adam yerə tüpürdü. Yerə niyə tüpürərsən məsələn? İyrəndim məsələn. Aha, sən də mənim kameramdasan artıq. Hə, hadi bakalım. Qabaqdan çox adam gəlir. Allahım, insanların qabağına, yəni əlində telefonla yeriyən bir insan olaraq yerimək çox qəribə gəlir. Neyse 2 saniyə sonra zaten unudacaqlar. Ona görə də çox da şeyə yerimək istəmirəm. Amma həqiqətən o qədər də çətin deyil bu arada. Öyrəşəndən sonra çox vecivizə olmuş. Qarib. Bu arada tərlədim. Qışın da bu şeyini sevmirəm. Bax, qat-qat geyinirsən ki, üşüməyəsən, o da tərlədir. Məsələn, bir nəfər də keçdi yanıma. Biri də keçdi umurumda mı? Hayır. Beynimdə çox əlaqəsiz bir mahnı çalır, yəni. Çox əlaqəsiz də. Alacağım mən səni. Niyə o mahnı mənim beynimdə çağır bilmirəm. Eləmə. Dövlətin malına zərər verirsən. Neyse, getmə oraya. Getmə. Lanet olsun. Bayağı bildiğim bütün yol tek gelmişim. Tek başıma oturarak geldim bütün yolu. Şokdayım. Gel bu yolu kes. Buraya niye bir tane yol keçid şey koydular ki? Biri vursa məni məsələn, pofunla eləsə nə olacaq? Kim ödəyəcək bunun hesabını? Allahım, official olarak ilk könüllü təzyiqimə. An etibariyle ilk iş günümü bitirmiş bulunmaktayım. İlk iş günü demeyik de hani könüllülük. Çok qəşəngdir. Qəşəng yağış yağır. 5-ci dəfə deyirəm. Qəşəng yağış yağır. McDonald's'ta bu arada Hava çox qəşəngdir. Nə çox küləkdir, nə çox belə sərindir, amma isti də deyil. Belə ki İnsanlar çox qəribə baxırlar. Həm çox xoşbəxtəm. Çaş həmişə belə çəksəm sizə, amma çəkə bilmirəm. Çünki bayağı bildiyin bar. Əlimi belə uzadıram, baxın. Çəkəndə ki uzaqdan çəksin.
İçkimi çıxartmışam, kim gəlsə görməyəcəm böyük ehtimal, umurumda bile deyil. Və o şey yavaş-yavaş məhliyə, yəni mənim çevrəmə yaxınlaşdığımız üçün tanıdığım insanlar çıxa bilər hər an. Bundan sonra üstümə dağlar, sellər gəlsin. Bu mahnını niyə bilirəm? Mən niyə bu mahnını bilirəm? Və mən bu mahnını niyə oxuyuram? Kafamda deli sorular. Acam, ay Allah, nə qədər acam. Ay, çok mutluyum. Arkadaşlar edindim, çok xoşbəxtəm. Bir-iki dənəsə ləzzət eləməm. İsə belə. Bu dəqiqə qırıq qılçamla xaliqələr yaradıram, ya Allah. Bundan sonra üstümə dağlar, sellər gəlir. Ay qız, bu telefonu necə tuturlar? Həqiqətən, yəni baya belə tuturam telefonu ki, həqiqətən mənə bir qıraqdan baxsa, deyəcək kim nə edir. Və həqiqətən, ay arxadan adam gəlir. İşıq üzümə vurmur. Deli olacağım. İndi yolu keç. Çox yavaş yeriyirəm, maşınlar da çox tez gəlir. Nə var qatlayırsan, keç. Ay, vurmayın məni. Ay, yox. Çox maşın keçir. Ay, gəldim xalqlara. Xalqlar çox qəribə yerdir. Bəzən ləzzət edir, bəzən ləzzət eləmir. Xalqların da ipini yığmaq lazım. Hər kəsə sallayıram da gör. Bəzən çox hüzur verir xalqlar adama. Xalqlar dedim, xalqlar dostluğundan danışıram. Xalqlar dostluğu, metbosu, o tərəflərdən. Xalqlar bəzən insana çox hüzur verir həqiqətən. Bəzən də çox sıxılırsan, yəni belə basır insanı. Başa bilirəm yəni. Boş yapma ya bence. Boş yapma yani. Belə qorxu filmi kimi yerə çevrilir. Məsələn, bu dəqiqə hüzurludur. Amma elə günlər olub ki, yəni çox belə sıxılmışam. Keçən dəfə Minarənin vloqunu gördüm. Deyir ki, bəs mənə Əhmədli daha yaxındır. Yəni Əhmədli özümü çox yaxşı hiss edirəm. Mən məsələn eynisini xalqlar üçün deyə bilmərəm. İşığı düzəltdim, gəldim. Ev mənə daha çox ləzzət edir. Həqiqətən uşaqlığım orada keçibdi, hə. Yəni çox da belə anı birikdirə biləcək bir yaş dövründə deyildim. Qızım uşaqların həyətdə oynayırdım, qayıdırdım, всё. Amma o qədər yəni başqa idi ora həqiqətən. Pis xatirəmmi daha çoxdur, yoxsa yaxşı xatirəmmi daha çox desələr, pis xatirəm daha çoxdur. Amma işte bilmirəm, ora çox ev kimi hiss elətdirir mənə. Qayıb metrodan çıxıram ha, всё da yəni bura aidəm. Kim bilir onu? Amma eynisini xalqlara deyə bilmirəm. Uşağı, məsələn, Vasmo uşağı heç deyirəm. Əhmədli uşağı heç deyirəm. Amma qara ev deyəndə bilmirəm, məndə belə yeni karakter kilidi falan açılır. Özümü çox yaxşı hiss edirəm qara evdə. Böyle yani, bir şeylər var. Nə haber lan? Yeməyim yoxdur. Kuçu. Muttişi. Hani gidiyor muttişi. Hani bir şey muttişi. Muttişi de muttişi. Get yeməyi ye. Qoymur qara sənə yeyəsən. Sən ona da aç, o da yesin. Hello. Şu iştahla yeyirlər, adamın ürəyi istəyir. Barmaqlarım donur. Həqiqətən hörmətim artdı. Yəni sayğım artdı vlog çəkənlərə. Özəlliklə də soyuqda. Çünki barmağım donur. Həqiqətən qanqren olmağına çox az qalıb. Və insanlar baxır. Çox baxırlar özdə. Şinyatlarımı da aldım. Çox almadım. Çox almamış versiyamdır. Çünki evdə var. Mən hələ stok edirəm evdə. Yəni çörəyim olmaz evdə, suyum olmaz, yeməyə bir parça yeməyim olmaz. Amma şirniyyat həmişə stokda var yəni. Heç vaxt da bitməz. Yəni, şirniyyat ürəkdir, şirniyyat candır. Çok seviyorlar Icardi'yi. Teşekkürler. Bizim evə qəşəng kino tapım. Kinoya baxım. Həyat qəşəngdir. Dondum. Ellerim donup.
Uşaqlar videomu bitirməmişəm. Videonun nə başlanğıcı var, nə sonu. Heç bir şey yoxdur videoda. Hardan beynimə əslində vlog çəkmək heç o da bilmirəm. Nəysə. Zaman videoları necə bağlayır? Yəni denən sən nəyibədir sənin video çəkmək. Bayaqdan edit eləyə videolarına baxın. Təşəkkürlər. Hallettim. Hallederken doldu küllükler. Sana Derken doldu kül. Ona görə bu dəqiqə beynimdə ancaq o mahnı var. Belə yəni, həqiqətən mən zaten çox günlük yazan biriydim daha doğrusu. Yəni 2-3 il əvvələ qədər, yəni abituriyent 2-3 il əvvəl deməyim də abituriyentliyə təzə başlayana qədər həqiqətən günlük yazırdım və çox da kömək eləyir bu arada. Heç ezik bir şey deyil əsla. Sadəcə abituriyentliyə başladıqdan sonra artıq günlük yaza bilmədim çünki vaxtım olmadı. Ondan sonra da indi universitetə başlamışam. Nə yalan deyim, o alışkanlığı itirəndən sonra yenidən qazanmaq çətin olur. Ona görə də dedim ki, videolar çəkim. Əslində bu videoları 1 ay falan olar çəkmişəm də, yəni. Telefonumda o qədər video var ki, ujasda, yəni 200 plus video var telefonumda sırf bu videolarla bağlı. Sırf vlogla bağlı. Sonra dedim ki, bunları ya silim ya editdim. Bir də çəkəndə baya bildiyin hava soyuqda çəkmişdim videoları. Ona görə də dedim ki, hani əziyyətim hədər getməsin. Editlədim. Bu qədər. Abunə falan deməyəcəm. Bura mənim ümumiyyətlə digital diary, digital günlüyüm deyə bilərik. Bu qədər. Nəysə. Videomu izlədiyiniz üçün çox sağ olun. Hətta videomu izləməyin. Videoya bu saniyəyə qədər dözə bildiyiniz üçün, səbr eləyə bildiyiniz üçün təşəkkürlər. Bu qədər, bitdi video. Bu qədər yəni. Təşəkkürlər. Halletdim. Zarafata vururam həmişə, amma həqiqətən psixologiyam yerində deyil. Bye bye. Təşəkkürlər. This is the end.